qrammatikada səlim sözü cümlənin mübtədasıdır. Cümlənin mübtədası olduğuna görə belə deyək də, yanaşma əlaqəsində də əsas tərəf olur. Uzlaşma əlaqəsində də əsas tərəf olur. Ona görə burada biz nə etdik? Tünd qərarı verilmiş söz sintaktik əlaqədə yalnız əsas tərəfdir. İkini düz götürdük. Feili birləşmənin işləndiysə əminliklə söyləmək olar. Niyə görə? Nə isə söyləyərək feili bağlama tərkibidir. 3 çıxışlı xal şəkilçili tabellik əlaqəsində gör gətirdilər, nəyə saldılar? Tabellik əlaqəsi heç vaxt buraxılışda düşmürdü. Yaxşı ki, hələ geniş-geniş keçdik bunu. Otaqdan çıxdı, nə olacaq? Haradan? Yer hallı şəkilçisi ilə zərflik xəbər arasında nə oldu? Asılı tərəf. Haqqında danışılan cümlədən çıxarılarsa ismi birləşmə uzlaşma əlaqəsində əsas tərəf olar. Səlimi çıxsa, dünənki yarışın qalibi cümlə mübtədası olur və yenə əsas tərəf olur. Elə cavab 2, 3, 4 abəndə olur. 32-də gedib xaricdə təhsilini artırar. Nə deyir? Hansı cümlələr yazılsa mürəkkəb cümlə alınar. O deməkdir ki, ikinci cümləyə biz mübtəda qoymalıyıq. Mübtəda qoymalıyıqsa, atası arzusuna çatar 2, biliyi xalqına gərəkli olar. Nə? Biliyi 4, ona görə cavab olacaq E variantı. Frazoloji birləşmə, məsələn, bir dənə primitiv sual, özündən çıxmaq. 34-də feillərin hamısı keçmiş zamanda xəbər şəklində. 1 doğrudur. Hal şəkilçinin tələbi ilə söz kökündən düşməyibdir. Mənsubiyyətin tələbi ilə düşüb. 2 səhvdir. Müraciət bildirən söz isimləşmiş gözəl xitabdırsa, bəli, kim sualına cavab verəcək? İsimləşmiş sifət olmuş olacaq. Quruluş isə, buradan artıq yanlışı soruşduğu üçün, quruluş isə düzəltmə olan feil əmr şəklində birinci şəxsin təkindədir. Quruluş isə düzəltmə olan feil gözlədim, əmr yox, xəbər şəklindədir. Səhvdir. Kəmiyyət zərfliyi çoxdur, cümlədə zərflikdir. İsmin eyni halında olan sözlərdən biri mübtəda, nəsə də artıq səhvdir. Cavab çıxır 1, 3, 4 D variantı. Xəbər məsdər tərkibi ilə ifadə olunmuşdur. Qızımız başına ağıl qoymaq yazı, bu frazoloji birləşmədir. Burada oxumaq idinə, Mədinənin bacısının arzusu, nə bilim, nəsə belə bir şey. Burada isə niyyətləri mübtəda idi, dua etmək sadəcə xəbərdə mürəkkəb feil. Aləmşah bəyimin yeganə çıxış yolu mübtədadır. Uşaqlarını buradan uzaqlaşdırmaq məsdər tərkibidir. Cavab olacaq E variantı. Altından xətt çəkilmiş söz həm xitab, həm də mübtəda kimi düşünülə bilər. Burada belədir. Aqil, Səfər və Kərim səni axtarırlar. Xitab elədik. Aqil, Səfər və Kərim, yəni onlar səni axtarırdılar. Mübtəda. İndi 37. Rəqəm sözlərin fonetik xüsusiyyətinə uyğunluğu müəyyən edin. Yazılış, deyiliş fərqlənmir. Adı sənət tariximizin bir fərqlənmir. Bir getdi bura. Parlaq səhifələrində nə deyir? Səs fərqlərinin sayı bərabər deyil. Tərkibində kar samit işlənməmişdir. Parlağı ona görə esansına götürmürük. Səhifələrində yazılış, deyiliş fərqlənmir. Bunu da götürəcəyik bura. Yer alan böyük əməlləri Y. Kar samit işlənməmişdir. 4-ü bura götürəcəyik. Şəxsiyyətlərdən bərabər deyil. Y-nın biri düşdüyü üçün 5-i də biz götürəcəyik bura. Vəssalam, nə olur? Birinciyə 1 və 3, var mı elə bir cavab? İkinciyə 5, üçüncüyə də 4, bəli. Bunu da düz yazmışsam B variantı. Biraz düşündürücü sualdır. Ordu, vergül, qaçqınlar, vergül, əsirlər, vergül, tirə bir sözlə, ondan sonra vergül, hər kəs bir-birinə dəyir. Bir sözlədən əvvəl tirə, sonra vergül olacaq. Nə oldu? Vergül, 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 tirə, vergül. Var mı? Vergül, vergül. Ordular, qaçqınlar, əsirlər. Burada vergül yoxdur axı. Deməli, 2 vergül, 1 tirə, bir dənə də vergül. Hanı? Cavab B variantı. Xəbəri icbar növdə olan hansı cümlələrin tərkibində hərəkətin subyekti və obyekti yoxdur? Həmişə həvəslə yazdırırlar. Tamam. 1. Əlbəttə, yenə vaxtında dəyişdirməlisiniz. Dəyişdir, siz özünüz getdi. Dünən yazdırdıqlarımız qovluqdadır. Səhərə kimi kəndə daşıtmalıdırlar. Onlardan söhbət gedirsə, tərkiblərə ki, subyekti və obyekti yoxdur. Tamam. 1, 4-dür bu doğru cavab. Aha, 40-cı sual. Verilmə hansı əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Bu 15-dən də çətindir. Onlarla həll olunmamış məsələyə birgə baxış keçirilsə də, yenə də bir neçə işi yekunlaşdırmaq mümkün olmadı. Hələ bu 9-undan da çətin. 9-unda 3 dənə düşündürücü sual vardı. Burada 1, 2, 3, 4. Demək olar ki, burada 2-3 dənə sual asandır. Yəni. Bunu daha bərbad edib. Tabeli düşüb burada. Boyutda da.
Onlarca insanın gözü qabağında baş verən bu hadisə bir çox qəzetlərdə dəfələrlə işıqlanıb. Belə, nümunələrin hər ikisinə aiddir. Kökü amonim olan saydan yaranmış söz işlənmişdir. Bu blokdan da o tərəfə keçib. Kökü amonim olan saydan yaranmış söz işlənmişdir. Birgə. Baxaq görək, burada nə var? Yoxdur. Hər ikisinə aid deyil bu. Feili birləşmənin asılı tərəfində olan say var. Onlarla həll olunmamış məsələ. Asılı tərəfdə onlarla. Onlarca insanın gözü qabağında baş verən bu hadisə. Bəli, burada da var. Demək ki, 2 ortaqdır. Rəqəmlə yazıla bilməyən say işlənmişdir. Rəqəmlə yazıla bilməyən onlarca insan, onlarla həll olunmamış məsələ. Rəqəmlə yazıla bilirmi ki, larla onun yanından tam olaraq keçir də. Bir çox var burada həmçinin, bir neçə var. Bu da rəqəmlə yazıla bilmir. 2, 3. Yalnız birinə aiddir. Neçə say işləndiyini dəqiq müəyyən etmək mümkün deyil. Onlarla həll olunmamış məsələyə birgə baxış keçirilsə də, bu birinə aid olacaq. Birinə aid olacaq. Çünki bunu həm də tamamlıq kimi düşünə bilərik. Kimlərlə həll olunmuş məsələyə baxış? Hə, tamam. 2, 3, 4. Heç cavab onsuz da burada çıxır. D variantı. Təyin vəzifəsində olan qeyri-müəyyən miqdar sayı tamamlığı izah edir. Bir çox qəzetlərdə dəfələr, bəli, bu da götürüləcək. Çünki burada da bir neçə var, amma bir neçə məstər tərkibinin asılı tərəfinə aid olur deyə cavab çıxacaq 2, 3, 4, 5. Bu qədər.